Hər vaxtınız xeyirli olsun. Təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşını Bakı Apellyasiya Məhkəməsində baxılan məhkəmə prosesinin növbəti iclası davam edir. Hazırki mərhələdə müdafiə tərəfinin çıxışlarının icrası mərhələsidir. Qeyd edək ki, təqsirləndirilən şəxslər və onların vəkilləri müdafiə çıxışları ilə çıxış edirlər və onlar fikirlərində apellyasiya şikayətlərini əsaslandırmalıdırlar. Çıxışlarında əsasən təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini ifadə edirlər və eyni zamanda ittihama əks arqumentlər səsləndirirlər. Həm onların vəkilləri, həm də təqsirləndirilən şəxslərin özləri məhkəmədən Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünün ləğv olunmasını və əvəzində bəraət verici əsaslarla yeni qərarın qəbul olunmasını məhkəmədən xahiş edirlər. Onu da qeyd edək ki, təqsirləndirilən şəxslərə və onların müdafiəçilərinə kifayət qədər sərbəst şərait yaradılıb, onlara kifayət qədər zaman tanınıb, eyni zamanda imkan yaradılıb ki, onlar fikirlərini istədikləri kimi çatdıra bilsinlər və eyni zamanda qeyd edək ki, təqsirləndirilən şəxslərin hər birindən fikirlərini sərbəst çatdırması üçün rus və erməni dilində tərcüməçilər də ayrılıb. Məhkəmə prosesi bu dəqiqələrdə davam edir və biz xəbərlərin növbəti buraxılışlarında daha geniş materialımız olacaq ki, o da tamaşaçıların diqqətinə çatdırmağa çalışacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.